Yoldaşlar, hər vaxtınız xeyir olsun. 17-si 6-cı ay 2021 9 illik imtahanın suallarına baxaq. Birinci sual adi kəsirlərə aid bir sualdır. 1,5-də 3 vurulsun 2-də 5. 1,5-də 3-ü çeviririk düzgün olmayan kəsirə. Bu verir bizə 5-də 8. Vururuq 2-də 5-ə. 5-lər ixtisar gedir. 8-də 2-yə böləndə cavab olur 4 Y variantı. Ədədin 20-də 17 hissəsi ədədin neçə faizidir? Verilmiş kəsiri faizə çevirmək üçün 20-də 17-ni 100-ə vurmaq lazımdır. 100 ilə 20 ixtisar gedir 5. 5-i də 17-yə vuranda 85 alınır. B variantı. Aşağıdakı ədədlərdən hansı həm 2-yə, həm də 3-ə bölünür? Uşaqlar, həm 2-yə, həm 3-ə bölünən ədədlər həm rəqəmlərinin cəmi 3-ə bölünməlidir, həm də sonu cüt ədədlə bitməlidir. D variantından başqa hamısının sonu cüt ədədlə bitir. Ona görə gəlin yoxlayaq rəqəmlərin cəmin. 3, 7, 10, 15, 17 bölünmür 3-ə. 1, 6, 7, 8, 15. B variantı doğru cavabdır. Rəqəmlərin cəmi 15 eləyir. 3-ə bölündüyünə görə götürürük. A və B çoxluqları üçün NA 8, NB 7 olarsa birləşmənin ala biləcəyi elementlərin ən böyük qiymətini tapın deyir bizə. Birləşmənin ala biləcəyi ən böyük qiymət 8 və 7-nin toplandığı zaman olur. Elementlər müxtəlif olanda 8 və 7-nin cəmi 15 doğru cavab D variantı. Keçək 5-ci suala. İlk 10 natural ədəd içərisindən seçilmiş ədədin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, ilk 10 natural ədəd içərisindən seçilirsə ədədlər, məxrəcimizdəki ümumi halların sayı 10. Sadə ədəd, neçə sadə ədəd var ilk 10 natural ədəd içərisindən? 2, 3, 5, 7, bitdi. 1, 2, 3, 4 dənə sadə ədəd var. Ehtimal 10-da 4, ixtisar etdikdə 5-də 2, doğru cavab B variantı. Məftilin əvvəlcə 50%-ni, sonra isə qalan məftilin 80%-ni işlətdilər və 30 metr məftil qaldı. Əvvəlcə nə qədər məftil var idi? Deməli, əvvəlcə 50%-ni, sonra qalan məftilin 80%-ni işlətdilər deyirsə, 50%-ni işlədəndən sonra 50%-i qalır. Qalanın da 80%-ni, yəni 50-nin də 80%-ni işlətdilər. 50-nin 80%-ni işlədəndə böl 100, 5-i 8-ə vururam, 40. 50-nin 80%-i 40, yəni 50% qalmışdı, 40%-ni də işlətdilər. Geri qaldı 10%-i və 30 metr məftil qaldı. 10% 30 metrdir. 10%-i 30 olan ədədi tapmaq lazımdır. Təbii ki də 100%-i x. 30-u 100-ə vurub 10-a böləcəyik. Bu da verəcək bizə 300. Doğru cavab D variantı. Tənliyin kökləri hasilini tapın. Kök altı 2x-in kvadratını 4-ə bərabərdir. Bunun kvadrata yüksəldik həqiqətən. Kök altı 2-nin kvadratı eləyir 2. X-in kvadratı bərabərdir 4. X-in kvadratı bərabərdir 4-ü bölürəm 2-yə 2. X kvadratı 2-yə bərabərdirsə, demək bizim x-imiz müsbət və mənfi kök altında 2 verir. Kökləri hasilini soruşur. Kökləri hasili müsbət kök altında 2 ilə mənfi kök altında 2-ni bir-birinə vuranda mənfi 2 verəcək. Doğru cavab Y variantı. Keçək 8-ci suala. 2 oyuncağın qiyməti 35 manatdır. Oyuncaqlardan biri digərindən 4 dəfə baha olarsa, deməli biri x-dır, biri 4x-dır. Toplayırıq, cəmi 35 manata bərabər eləyirik. 5x bərabərdir 35. Buradan x-i tapırıq 7. Ucuz oyuncaq 7 manat, baha oyuncağı isə bundan 4 dəfə baha, yəni 28 manatdır. Bahalı oyuncağın qiymətini soruşur, Y variantı 28 manat. A parametrinin hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var? Uşaqlar, tənliklər sisteminin sonsuz sayda həlli olması üçün x-ların əmsalları, y-lərin əmsalları və sərbəst ədədlər bir-birlərinə bərabər olmalıdır. Nisbətləri daha doğrusu. 1,5 bölünsün 7,5 bərabərdir. Mənfi 2, mənfi 10, ikisinin də mənfisini aparıb 2 böl 10 şəklində yaza bilərik. Bu da bərabərdir 5 bölünsün A. İçərisində A-nın iştirak elədiyi bir nisbət seçirik. Çarpaz vururuq. 2A bərabərdir 5 vur 10, 50. Buradan da A-nı tapırıq 25. Doğru cavab B variantı. 10-cu sual. A bərabərdir 4 olarsa 2A plus 2 vur A çıx 4 ifadəsinin qiymətini tapın. A-nın yerinə 4 qoymamışdan öncə ifadəni sadələşdirək. 2A plus 2-ni A minus 4-ə vuranda olacaq 2A minus 8. Bu da olacaq 4A minus 8. A-nın da yerinə 4 qoyanda 4 vur 4 minus 8. 16-dan da 8 çıxırıq, qalır doğru cavabımız 8 C variantı. 11-ci sual. Eni uzunluğundan 5 dəfə kiçik olan düzbucağının perimetri 240 cm olarsa düzbucağının uzunluğu neçə cm edər? Eni uzunluğundan 5 dəfə kiçik, n x olsun, uzunluq 5x olsun. Toplayırıq, 2-yə vururuq. Çünki perimetr düsturu A plus B vur 2-dir. 240-a bərabər eləyirik.
6x bərabərdir 240-ı bölürəm 2-yə 120. Buradan da x-i tapırıq 20. Düzbucaqlımızın eni olduğu 20, uzunluğu isə bundan 5 dəfə böyükdür. O zaman uzunluğu da olacaq 100. 20-ni 5'ə vururuq. Doğru cavab Y variantı. Keçək 12-ci suala. Düzbucaqlı paralelipipedin oturacağının tərəfləri 5 və 9, həcmi isə 315 kub santimetr olarsa, paralelipipedin hündürlüyü. Uşaqlar, düzbucaqlı paralelipipedin həcm düsturu V bərabərdir. S oturacaq vurulsun H-dır. V həcm 315'dir. Buradan belə bir tənlik yaradaq. 315 bərabərdir. S oturacaq. Oturacaq düzbucaqlı şəklindədir və oturacağın sahəsi 5 vur 9. 45 vurulsun H. H-ı da tapmaq üçün 315'i bölürük 45'ə. 315'i də 45'ə böləndə 7 dəfə düşəcək. H-ımız olur 7. Doğru cavab A variantı. 13-cü sual. EBOB AB 5, AB hasili 75 olarsa A plus B ifadəsinin qiymətini tapın. Uşaqlar, 2 ədədin EBOB-u 5-dirsə, bu ədədlərin biri 5K, biri də məsələn 5K yazmayaq da, birinə yazaq 5X, 5x, birinə də yazaq 5y. Niyə belə yazırıq? Çünki 5x və 5y, yəni hər ikisinin içərisində ortaq 5 vuruğu var. A ilə B-nin hasili 75'dir. 5x ilə 5y-in hasili 75. Buradan x vurulsun y bərabər olacaq. 5'i 5'ə vuranda 25xy bərabərdir 75'ə. xy hasili isə bərabər olacaq. 75'i 25'ə böləndə 3. xy hasili 3-dürsə, təbii ki, bu da x və y-in 1 və 3 halından başqa digər halda mümkün deyil. Biri 1, biri 3. Deməli, ədədlərimizdən biri 5 imiş, biri də 3 vur 5, 15 imiş. A ilə B-nin cəmi də 5 ilə 15'in cəmi 20. Doğru cavab C variantı. Keçək 14-cü suala. O mərkəzi çevrədə AOC bucağı 124 dərəcə olarsa, AOB bucağının dərəcə ölçüsünü tapın. AOB bucağı AOC bucağının qonşusudur. Çünki BC diametrdir. 124'ün də qonşusu olacaq, yəni 180 dərəcədən çıxacaq 124 dərəcəni. Bu da bizə verəcək 56 dərəcə. Doğru cavab A variantı. Sahəsi 108 kvadrat santimetr və diaqonalların nisbəti 2/3 olan rombun tərəfini tapın. Uşaqlar, rombun sahəsi 2'də 1, D1, D2 düsturu ilə tapılır. Demək, buradan belə nəticə çıxardırıq ki, 2'də 1 vurulsun. Bir diaqonalımız olsun 2K, digər diaqonalımız olsun 3K. Bu da bərabərdir 108'ə. 2 ilə 2 ixtisar gedir. 3K-nı da 3K-ya vuranda olur 3K-nın kvadratı bərabərdir 108. Buradan K-nın kvadratı bərabərdir 108'i bölürəm 3'ə. Verir bizə 36. K da bərabər olur 6'ya. Rombun tərəfini tapın deyir. K'mız 6'dır. Yəni diaqonallarımızdan biri 2 vur 6, 12. Biri isə 3 vur 6, 18. Şöyle, indi burada baxın, romb çəkirəm mən bir dənə. Romb. Rombun diaqonallarının biri 12, biri isə 18'dir. O zaman rombun diaqonalları rombu 6, 6, 18'dəki 9, 9 şəklində böləcək. Və fikir verin, burada bir dənə düzbucaqlı üçbucaq əmələ gəlir və bu düzbucaqlı üçbucaqdan istifadə edərək rombun tərəfini tapa bilərik. 6'nın kvadratı 36, 9'un kvadratı 81. 36 ilə 81'i toplayıram. 127, 36, 81. 117 daha doğrusu. Bəli, 117. Burada olur kök altında 117. Doğru cavab Y variantı. Keçək növbəti 16-cı sualımıza. ABCD trapesiyasında ASD bərabərdir ABC. Bu bucaq ASD bu bucağa bərabərdir və AD 15 cm, AD 15, BC 10 cm, AC diaqonalının uzunluğu. Uşaqlar, bura alfadır, burada alfadır. Biz bilirik ki, çarpaz bucaqlar olduğuna görə bura beta, burada betadır. Avtomatik bura qamma, burada qamma qalır. 3 tərəf, daha doğrusu 3 bucaq bir-birinə bərabər olduğuna görə ABC üçbucağı ilə ACD üçbucağı bir-birinə oxşardır. Hətta oxşarlıqdan adlarını da yazaq. Düzgün yazmalıyıq təbii ki. Üçbucaq ABC oxşardır üçbucaq. Deməli, DCA-ya. DCA-ya. Çünki baxın sıralamaya ABC. ABC, yəni qamma, alfa, beta. Burada da qamma, alfa, beta, DCA.
İndi nisbətlərdən götürək. Mənə nə lazımdır? AC lazımdır. Mən nəyi bilirəm? BC-ni bilirəm. BC-ni bilirəm 10, bir də AD-ni bilirəm. Demək yazaq. BC-nin, yəni 10-un, buradan BC-ni götürmüşəmsə, buradan CA-nı götürməliyəm. CA-ya olan nisbəti AC yazaq. Bərabərdir. Buradan da AC-nin, buradakı AD-yə olan nisbətinə AD-də 15 verilib. 15. AC-nin kvadratı bərabər olur 10 vur 15 150. AC özü də bərabər olur kök altında 150-yə. Kök altında 150-ni də biz deməli 75 vur 2 kimi, onu da kök altında 25 vur 3 vur 2, 25-dən kökdən çörə 5 çıxır, 3 vur 2 6. 6 qalır içəridə. 5 kök altında 6. Doğru cavab A variantı. Keçək 17-ci suala. Funksiyasının apsis oxunu kəsdiyi nöqtələr arasındakı məsafəni tapın. Apsis oxunu kəsdiyi nöqtələri tapmaq üçün ordinatı, yəni y-i 0-a bərabər etmək lazımdır. Mənfi x kvadrat plus 6x minus 8 bərabərdir 0 yazırıq. Hər tərəfi mənfiyə vuraq. X kvadrat minus 6x plus 8 bərabərdir 0. Viet teoreminə əsasən köklərimiz olacaq. Deməli 2 və 4. 2 və 4. 2 nöqtə. Biri 2 0 nöqtəsində kəsir. Biri də 4 0 nöqtəsində kəsir. Apsis oxunu 2 0 və 4 0 arasındakı məsafə 2 vahid olacaq. Çünki 0 0 eynidir. 2 və 4 arasındakı məsafə 2 vahid. Keçən 18-ci sualımıza kəsirin qiyməti soruşulur bizdən. Uşaqlar, x kvadrat çıx y kvadrat. Burada çarpaz vurma etsək, demək x kvadrat minus y kvadrat bərabər olacaq 4xy-ə. 4xy-ə. Demək, nə edə bilərik burada? Surətə fikir versək, x üstü 4 plus y üstü 4. Mən bunu x kvadrat minus y kvadratın kvadratı plus 2x kvadrat y kvadrat kimi aça bilərəm. Bölünsün x kvadrat y kvadrat. Elə bir ki, a kvadrat plus b kvadrat düsturu kimi. Baxın, x kvadratın kvadratı plus y kvadratın kvadratı. A kvadrat plus b kvadrat. A minus b-nin kvadratı plus 2ab, yəni x kvadrat minus y kvadratın kvadratı plus 2ab. 2 vur x kvadrat, y kvadrat. İndi burada x kvadrat minus y kvadratın yerinə 4xy qoysaq, olacaq 16x kvadrat, y kvadrat çıxılsın, üstə gəlinsin. 2x kvadrat, y kvadrat bölünsün x kvadrat, y kvadrat bərabərdir. Olacaq 18x kvadrat, y kvadrat bölünsün x kvadrat, y kvadrat. Bunlar gedirlər. Cavab qalır 18. Doğru cavab D variantı. 19-cu suala keçirik. İfadənin qiymətini tapın. Mənfi 2-dən moduldan müsbət 2 çıxır. Mənfi 3-dən moduldan müsbət 3 çıxır. Mənfi 1 üstü 7 hələ də mənfi 1 eləyir. Qarşıdakı mənfi ilə birləşir, müsbət 1 olur. Vurulsun. Modulda mənfi 2-dən müsbət 2 çıxır. 2-dən 2 çıxırıq, 0 olur. Bərabərdir. 1-i 0-a vururuq 0. 2-i 3-ə vururuq 6. 6 ilə 0-ın cəmi 6. Doğru cavab Y variantı. 20-ci sualımız. Bərabər yanlı ABC üçbucağının, demək çəkək bərabər yanlı ABC üçbucağını. Bərabər yanlı ABC üçbucağının AM və CN. AM və CN medianları çəkilmişdir. AB bərabərdir BC 10-dur. Deməli, bura 5, 5, burada 5, 5 olaraq bölünür. Nə deyir bizə? ABM 22-dir. ABM. ABM. Baxın, bura 22-dir. O zaman bura 10, bura 5, 15. AM-in uzunluğu qalacaq 7. O zaman C-nin də uzunluğu 7 olacaq. AM 7-dirsə, C-nin də 7-dir. Çünki yenə də əgər bərabər yanlı üçbucaqdırsa, oturacaqlardan çəkilən medianlar bir-birindən eynilik təşkil edir. Doğru cavab B variantı. İfadənin vuruqlara ayrılması tələb olunur. Demək, neyniyək burada? 16A ilə 16B-ni qruplaşdırıb, baxın, bununla bunu qruplaşdırıb, 16-nı mötərizə xaricinə çıxartsam, qalacaq A çıxılsın B. Mənfi A kub plus A kvadrat B-dən də A kvadratı mötərizə xaricinə çıxartsam, ya da gəlin mənfi A kvadratı mötərizə xaricinə çıxardaq ki, burada müsbət A içəridə qalsın, burada da mənfi B içəridə qalsın ki, eynilik təşkil etsin. Bərabərdir A çıxılsın B, 16 çıx A kvadratın da vuruqları 4 çıxılsın A, vurulsun 4 çıxılsın
4 üstə gəlinsin A şəklində olacaq. Bu da olur A çıxılsın B, 4 çıxa 4 çıx B. Hə, bu B variantı. 4 çıxa 4 plus A, A plus B. Yox, A plus B deyil, A minus B-dir. Bircə dəqiqə uşaqlar. A variantı doğru cavab. Görmədim doğru cavabı. Gələk 22-ci sual. Şərtini ödəyən ən böyük tam ədədi tapın. X kiçikdir. 18-dən 6-nı çıxırıq 12. 12-dən kiçik olan ən böyük ədəd təbii ki 11-dir. 2586 ədədinin 9-a bölünməsindən alınan qalıq M. 9-a bölünməsindən alınan qalığı tapmaq üçün rəqəmləri cəmləyirəm. 2, 5, 7, 8, 15, 15-in üstü 6, 21. 21-i 9-a böləndə 3 qalıq qalır. Deməli, M-imiz 3-dür. 2376 ədədinin isə 10-a bölünməsindən alınan qalıq. 10-a bölünməsindən alınan qalıq son rəqəmdir. N-imizdə 6-dır. N plus N, yəni 3 plus 6, 9 verir. 9 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın. 9 da 5-ə böləndə təbii ki 4 qalıq qalacaq. Doğru cavab 4. Açıq bucağın təpəsindən çıxan şüa biri digərindən 60 dərəcə kiçik olan iki bucağa ayırır. Biri digərindən 60 dərəcə kiçik olan biri x-dır, biri x plus 60-dır. Açıq bucağın təpəsindən çıxdığına görə bunların ikisinin cəmi 180 dərəcəyə bərabərdir. 2x bərabərdir 120 dərəcə, x da bərabərdir 60. Böyük bucağın dərəcə ölçüsünü soruşduğuna görə x plus 60, yəni 120 dərəcə olacaq doğru cavab. Növbəti sualımız 4 vurulsun kök altında 4-də 5 çıxılsın, 4-də 3 vurulsun. 9-da 16-dan kökdən çölə çıxır, 3-də 4. İxtisar gedir, qalır burada 1. 4-də 5-dən 1 çıxanda, 4-də 5-dən yəni elə düşünün ki, 4-də 4 çıxırıq. Qalır 4-də 1. Yəni 4 vurulsun kök altında 4-də 1. Kök altında 4-də 1-dən də çıxır 2-də 1. 4 vurulsun 2-də 1. 4-ü də 2-də 1-ə vuranda etdi bizə 2. Doğru cavab 2. Bu da oldu son sualımız.